Çin hakimiyyəti Latin Amerikası ölkələrinə 66 milyard yuan, təxminən 9,2 milyard dollar məbləğində kredit verəcək. Bunu Çin Xalq Respublikasının sədri Xi Jinping deyib. Maraqlı odur ki, xüsusilə Birləşmiş Ştatların tətbiq elədiyi və sanksiyalara baxmayaraq Çin xarici ölkələrə böyük yatırımlar eləyir. Bu da əslində bir növ Pekinin güclənmə yolunda atdığı addımlardan biri hesab olunur. Bəs 60 il öncə böyük acılıqla mübarizə aparan Çin necə oldu ki, dünyanın ən böyük iqtisadi və hərbi gücü oldu? Pekinin digər ölkələrə kredit və yatırımlar etməsinin əsas səbəbi nədir? Araşdırmışıq. Çin Latin Amerikası ölkələrinə 9,2 milyard dollar məbləğində kredit verəcək. Çin Xalq Respublikasının sədri Xi Jinping Çin Latin Amerikası və Karib hövzəsi dövlətləri icması forumunun 4-cü Nazirlər İclasının açılış mərasimində çıxış edərkən bildirib ki, Pekin sözü gedən regiondakı ölkələrdən daha da keyfiyyətli məhsul ithal etmək niyyətindədir. Çinin Birləşmiş Ştatlarla ticarət savaşı apardığı dövrdə kredit verməsi, üstəlik bu ölkələrin Latin Amerikası dövlətləri olması Pekinin uzun illərdir davam etdirdiyi strategiyanın prinsiplərini bir daha göstərir. 1961-ci ilə qədər böyük iqtisadi çöküşdə olan 100 nəfərdən 96-sının yoxsulluq səviyyəsində. Yaşadığı Çində hazırda yoxsulluq hər 100 nəfərə 4 olub. Bundan başqa Çin iqtisadiyyatı Amerika Birləşmiş Ştatlarının ticarət dövriyyəsini və inkişaf sürətini də üstələyir. Buna səbəbi isə Pekinin bugünə deyil, gələcəyə hədəfləyən iqtisadi yatırımlar etməsidir. Belə ki, Çin rəhbərliyi indiyədək Şri Lankaya, Pakistana, Myanmara və Afrikada bir neçə ölkəyə böyük məbləğdə kreditlər verib. Sözügedən dövlətlər aldıqları krediti ödəyə bilmədikdə isə hava dəniz limanları, ticarət əhəmiyyəti daşıyan yollar, dəmir yolları kimi nəqliyyat mərkəzləri minimum 100 ildən başlayaraq Çinin idarəsinə verilir. Bu, Pekinin ticarət dövriyyəsində maneələrə rastlamadan 100-dən çox ölkəyə rahat şəkildə məhsul ixrac etməsinə şərait yaradır. Hətta dünyanın ikinci böyük iqtisadiyyatı sayılan Birləşmiş Ştatların 53, Çinin isə 150-dən çox ölkəyə məhsul ixrac etmək statistikası da bunu açıq şəkildə sübut edir. 2011-ci ildə ilk dəfə Böyük İpək Yolu layihəsindən danışan ölkə lideri Xi Jinping bugün layihənin demək olar böyük hissəsini tamamlayır. Kəmər yol layihəsinin tərkib hissəsi olaraq Avropada, Çindən Avropaya qədər uzanan logistika yolunun üzərində yerləşən ölkələrdə müxtəlif təyinatlı layihələr icra edilməyə başladı. Və daha sonra Çin bu ekspansiyanı, bunu qismən hərbi yolla yox, sadəcə iqtisadi yolla etməyə başladı və uyğun bildiyi ölkələrdə, az öncə vurğuladığınız kimi artıq həmən borcun qaytara bilmədiyini əmin olduğu ölkələrə də Çin bu kreditləri ayırmağa başladı və bir növ bu siyasət müvafiq ölkələri Çindən iqtisadi cəhətdən və eyni zamanda siyasi cəhətdən asılı etməyə başladı. Digər tərəfdən Çin təkcə iqtisadi deyil, eyni zamanda hərbi müstəvidə də Birləşmiş Ştatlara rəqib ola biləcək səviyyədə yüksəlib. Bugün bir çox ölkələr Pekinə sahib olduğu texnikalar səbəbindən zəif gözü ilə baxsalar belə 3 gün davam edən Hindistan-Pakistan savaşında Çinə məxsus texnikaların Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının dəhliyə göndərdiklərindən güclü olması dünyanın bütün diqqətini hərbi sahədə də Pekinə yönəldib. Məsələnin maraqlı tərəfi Çinin hərbi sahədə inkişafının da özünə məxsus olmasıdır. Belə ki, hərbi sahədə xaricdən asılı olmaq istəməyən Pekin rəhbərliyi ölkənin sahib olduğu bütün texnikaların daxili imkanlarla yaradılması yönündə ciddi addımlar atıb. Bu isə silahlara göstərilən texniki xidmətin həddindən artıq ucuz başa gəlməsinə şərait yaradır. Bundan əlavə, Çin düşmənlərini çəkindirmək və regiondakı gücü əlində saxlamaq məqsədi ilə Cənub Çin dənizində çoxsaylı hərbi adalar yaradıb. Belə ki, 20 il bundan öncəki peyk görüntülərinə baxdıqda sözü gedən bölgədə adaların belə mövcud olmadığını, eyni şəkildə digər peyk görüntülərində isə böyük Çin gəmilərinin bölgəyə küllü miqdarda qum, daş gətirərək süni adalar yaratdığını görərik. Müdafiə sahəsində atdıqları addımlar azmış kimi Pekin Şimali Koreyaya da iqtisadi, siyasi, hərbi dəstək verərək Pxenyanın Birləşmiş Ştatlar daxil bir çox ölkəni çəkindirmək cəhdlərinə köməklik edir. Bütün bunların fonunda Çinin Cənubi Amerika ölkələrinə verdiyi kreditin arxasında da məhz bu amillər dayanır. Sözü gedən dövlətlər hər hansı savaş şəraitində həm Vaşinqtona qarşı olaraq, həm də lazım gələrsə Pekinin bölgədə hərbi bazalar qurmasına köməklik göstərəcəklər. Çin bu ekonomik gücünü, bu yükselmeyi dünya siyaseti için kullandı. Şimdi Amerika ile girişmiş olduğu büyük rekabette Amerika'nın etki alanına girmek üzere olan veya Amerika'ya bölgede direnen bütün devletlerle Çin bir ilişkiye girerek yeni bir yöntem geliştirip bunları Amerika'ya karşı dönüştürmeye çalışıyor. Bu bağlamda Güney Amerika Cumhuriyetlerine Çin
9 milyar dolar civarında bir kredi dağıtarak hibe şeklinde Amerika'ya rağmen ve Amerika karşısında bir alan oluşturmaya çalışıyor. Qeyd edək ki, Çin ölkə daxilində atdığı addımlarla da əhalinin xaricdən asıllığını demək olar dayandırıb. 2015-ci ildə Pekinin ölkədə tətbiq etdiyi Susam krediti layihəsinə əsasən əhali yerli məhsullar aldığı müddətdə sosial hesablarına xal əlavə olunur. Sözü gedən bu xallar yüksək olduğu təqdirdə vətəndaşlar daha aşağı faizlə kredit götürə bilir və bir çox dövlət müəssisəsində xalı aşağı olanlara nisbətən daha tez xidmət göstərilir. Belə addımlarla Pekin əhalinin yerli mallar almasına və Çinin idxalının ixraca nisbətdə dəfələrlə aşağı olmasına da şərait yaradır.